Salam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı bir saat ərzində Offside efirdə olacaq. Bugün studiyada mən Günay Xəlil və bizimlə Sportala saytının jurnalisti Mirbağır Cəfərlidir. Salam Mirbağır, necəsən? Salam Günay, yaxşı. Sən necəsən? Mən də yaxşıyam. Mənə də gəlir ki, təkcə biz futbol cəmiyyəsi, eyni zamanda da Qarabağ azarkeşləri də Qarabağ komandası da biraz əzilmiş formada özünü hiss eləyə bilər. Çünki Çempionlar Liqasında ötən gecə Qarabağ İlk dəfə play-off maçına çıxdı, Newcastle-la qarşılaşdı və qarşılaşma 1-6 hesablı rəqib komandanın qələbəsi ilə yekunlaşdı. Biraz gözləmədiyimiz nəticə idi, lakin eyni zamanda da təxmin eləyə biləcəyimiz bəlkə də məğlubiyyətlərdən biri ola bilərdi. Qəbul eləyə biləcəyimiz məğlubiyyətlərdən biri olardı. İngilis komandası ilə üz-üzə gəldik, lakin yenə də bacarmadıq. Qarabağ Newcastle-la niyə uduzdu dünənki qarşılaşmada? Oyundan əvvəl əslində mən hətta sənlə verilişə dəvət eləyəndə yazışında sənə demişdim ki, böyük hesablı məğlubiyyət ola bilər. Yəni reallıqları göz önünə alanda nədirsə belə düşündüm. Çünki Qarabağ mənə elə gəlir ki, top 5 liqasının istənilən komandasına qarşı oynaya bilər. Yalnız İngiltərə Premyer Liqasının təmsilçilərinə qarşı çox çətinlik çəkir və söhbət Newcastle hal-hazırda yəni ilk üçlükdə deyil. Yəni həqiqətən də bir daha sübut olunur ki, İngiltərə Premyer Liqası yəni dünyanın ən güclü liqasıdır. Rəqiblər onlara qarşı çox çətinlik çəkir. Hələ də ki, yeni Avrokuboklarda, yəni 10 ildən çox olsa belə, yəni bu da Avropa futbolu üçün qısa bir müddətdir. Hələ də ki, yəni Qarabağ kimi 10 ildir nələrsə can atmaq istəyən bir komanda üçün. Yəni gözləntim əslində buydu. Əsas fikirləşdiyim oydu ki, yəni Qarabağ böyük ehtimalla rəqibin sürətinə və tempinə dözə bilməyəcək. Və bunu da gördük. Çünki bundan əvvəl Chelsea ilə hər iki oyunda da artıq bu 3-cü dəfədir ki, İngiltərə klublarına qarşı 6 qol buraxır bir oyunda. Chelsea ilə ilk dəfə, yəni Qarabağ ilk dəfə Çempionlar Liqasının qrupuna düşəndə də səfər Londonda 0-6 hesabla uduzmuşdu Liverpool bu yaxınlarda. Yəni onların sürətinə dözmək çətindir və bəlkə də Qarabağ fərqli bir oyun üslubu seçsəydi, daha bəlkə uyğun bir rəqəm, nəticə qeydə alına bilərdi, amma burada iki nüans var da. Birincisi Qarabağ öz oyun stilindən əl çəkmir. Əl çəkməcək təqdirdə bu cür nəticələr olur. Yəni nəyə demək gələcəm? Newcastle-da eyni elədi, Liverpoolda qısa paslarla çıxmaq istəyirlər, amma o qısa paslarla çıxmaq istəyəndə Newcastle-ın eyni anda iki futbolçusu, Qarabağın bir futbolçusunun başının üzərində olurdu və bir oyuncu da sığortada dayanır ki, qayıdan topu dərhal ələ keçsinlər və tezinə hücum qursunlar. Yəni bu oyun stili olan bir rəqibə qarşı çox çətin olacaqdı 100%. Yəni digər bir belə deyək də seçim ola bilərdi ki, uzun toplarla oynasınlar, hava topları. Burada da bir məsələ odur ki, yəqin fikir verdim, bütün futbolçular ucaboy futbolçulardır. O məsələn Burnley-dən qayıdan bir topa gələ bir Qarabağın iki oyuncusu orada olsun ki, yəni bu çox çətindir. Bir oyuna görə tam oyun sistemin dəyişib başqa bir sistemdə oynamaq da çətindir. Qarabağ yəni uzun illər ki, Qurban özü də qeyd edir ki, yəni bu yerə gəlmələrinin əsas səbəblərindən biri öz oyun sistemindən əl çəkməməkləridir. İndi uzun müddət belə mi olacaq? İngiltərə klublarına qarşı hər zaman mı belə olacaq əgər Qarabağ öz oyun sistemindən əl çəkməsə? Yəni ola bilsin ki, zaman da bir təcrübə də Qarabağa təcrübə qazandıracaq. Bəlkə də gələcək illərdə İngiltərə klublarına qarşı daha layiqli, daha yaxşı şəkildə oynaya biləcəklər. Amma yəni açığı deyim ki, deyək ki, bu hesabı normal qəbul eləmək də məncə doğru deyil. Nə qədər ki İngiltərə klubu olsa belə, nə qədər də güclü olsa belə, amma yəni ilk dəqiqələrdəki o pressing, əmin ol ki, hətta yəni yanımda olan insanlarda, yəni özümə ağıllı göstərmək üçün demirəm bunu, amma ehtimal edirdim ki, yəni hətta ssenarində belə yazmışdım ki, o bizim bir 30-cu dəqiqə qədər 3-0 olsun, amma ikinci hissənin başlanğıcında Qarabağın qol vuracağına ehtimal edirdim. Nəyə görə? Çünki Newcastle hardasa təbii ki, ilk dəqiqələrdəki olan o belə istək, belə emosionallıq olmayacaqdı. 90 dəqiqə olmayacaqdı. Elə də oldu. Amma yəni o Newcastle ehtimal edirdim, amma o qədər də dəhşətli şəkildə pressing eləyib, dəhşətli şəkildə o dayanmaq istəyi yox idi. Onu ehtimal eləmirdim. Hətta mən sənə deyim, yəni o daha ağır bir məğlubiyyət də, yəni oyunun gedişinə uyğun daha ağır bir məğlubiyyət də gözləyirdim ki, yəni Allah eləməsin daha bir çox böyük bir belə deyək də dəhşətli bir nəticə ola bilər. Amma mən ümumi olaraq da belə deyim, mən fikirləşirəm ki, ola bilsin ki, səviyyə fərqləri bu 100%-dir, bir şablon ifadədə hamımız deyirik. Amma ola bilsin ki, Qarabağ, ola bilsin yox, elə belədir məncə. Yəni psixoloji olaraq da oyuna hazır deyildi. Komanda tam hazır deyil. Yəni bu fizikanı,
qısa pasları, fizikanı kənara qoyuram, amma sanki Qarabağ heç vaxt görməmişəm Qarabağı elə, amma bu dəfə sanki bir məğlub hissi ilə çıxmışdı komanda. Əvvəlindən bəri Çempionlar Liqasında Avrokuboklar mövsümü başlayandan bəri bir rels yaxalaya bilmişdi, düşə bilmişdi Qarabağ. Gəldi, Liverpoolda çox böyük hesablı bir məğlubiyyət qeydə alındı və ondan sonra sanki Onun bir qorxusu ola bilərdi. Düşüş yavaş-yavaş yaşansın, o ən azından mərhələ keçmələrinə baxmayaraq. Doğrudur, razıyam, ola bilər. Çünki bir İngilis komandasına qarşı yenə oynayırıq, düşüncələri ola bilərdi. Doğrudur, Qurban qeyd edirik ki, futbolçular da kənardan izləyirəm, çox istəklidirlər, motivasiya aldılar. Amma istənilən halda bir, yəni ilk dəqiqələrdə qol buraxmaq okeydir, amma ilk dəqiqələr ən azından komandanı özünə gətirə bilər, daha da ayılda bilər. Çünki adətən belə olur da, yəni bir komanda nə qədər də o həyəcanlı çıxsa da buraxacağı qoldan sonra sanki bir rahatdır və daha rahat oynamağa başlayır. Yəni bu olacaqdı, bu da oldu. Amma Qarabağ heç cürə özünə gələ bilmədi. Newcastle ümumiyyətlə şansa buraxmadı. Ümumiyyətlə liqa məhəlləsindəki oyunlarla play-off oyunları tamam fərqlidir. Yəni bu oyunu göstərdi. Mən liqa məhəlləsində Qarabağın haqqına girmirəm. Çox yaxşı oyunlar göstərdilər. Çox uğurlu nəticələr oldu, sensasiyalı nəticələr oldu, amma play-off oyunları tamam fərqlidir. Yəni Eddie Howe göstərdi, Newcastle ümumiyyətlə göstərdi ki, Bakıya gəlmişdi elə ilk oyunda həll eləsin. Yəni belə deyək də şansa buraxmamağa gəlmişlər və Qarabağa nə qədər ciddi yanaşdıqlarını göstərdilər. Çünki detallı şəkildə analiz eləmişlər. Bu dərhal görünürdü. Çünki Qarabağa belə deyək də əl-qol açmağa imkan vermədilər. Mən gözləyirdim, təbii ki, istəyərdim ki, bir Azərbaycanlı olaraq çox istəyərdim ki, Qarabağ sərfəli nəticə qazansın, amma reallığı göz önünə gətirəndə açıq deyim ki, yəni ehtimalım bu idi ki, bu cür nəticə olacaq, amma bayaq qeyd edilib ki, Newcastle-ın bu dərəcədə aşırı şəkildə bir belə deyək, motivasiya olacağını ehtimal eləmirdim. Mən fikirləşirdim, 1-2-3 topdan sonra biraz sakitləşirlər, amma qətiyyən sakitləşmədilər. İndi qalıb səfərdəki oyun böyük ehtimalla, yəni Qarabağ artıq Çempionlar Liqasındakı iştirakını dayandırdı. Amma istənilən halda mən yenə də o fikirdəyim, Qarabağ 10-0-da dursa Çempionlar Liqasının bu mərhələsində mən o fikirdəyim ki, yəni Qarabağ hələ də yəni nəticə vermək yox, öyrənmə prosesindədir. Yəni ona görə yəni belə bir təbii ki, Qurbanov və komandası stafı bu məğlubiyyətin, hər bir məğlubiyyətin nə qədər də rəqib, nə qədər də səviyyəli olsa, hər bir məğlubiyyətin bir səbəbi var. Səbəbi araşdıracaqlar. Ola bilsin ki, yəni Newcastle-dakı oyunda daha layiqli, daha bir belə deyək də dişli bir Qarabağ görə bilərik. Amma istənilən halda bu bir daha göstərir ki, heyət geniş olmalıdır. Daha yaxşı, daha yüksək belə ödənişli futbolçular gəlməlidir. Məsələn, Qarabağ inanıram səmimiyyətlərinə ki, istəyirdilər transfer eləsinlər. Çünki heç kim özünün düşmanı deyildi. Yəni daha geniş heyətin, daha yüksək keyfiyyətli futbolçular olacağı təqdirdə sən məsələn bu il 60 milyon yox, 90 milyon da, 100 milyon da qazana bilərsən. Amma istənilən halda yəni bu məsələləri daha da netləşdirmək lazımdır. Yəni gətirmək üçün futbolçular, yəni daha yüksək ödənişli futbolçular gətirmək lazımdır. Amma istənilən halda yenə də qeyd edelim ki, Qarabağ üçün çox yaxşı bir təcrübə oldu. Biraz da böyüdü Qarabağ. Newcastle-dakı oyunda daha bir layiqli futbol göstərə biləcək, rəqibdən qorxmayan, psixoloji cəhətdən daha hazır olacaq bir Qarabağ görəcəyimizi ehtimal edirəm. Maça yenidən qayıdacaq, amma Qarabağın bu qazandığı təcrübənin fonunda bir də cari mövsümün sonunda, gələn mövsümdə hələ də dəqiq bilmirik ki, Qarabağ ya Çempionlar Liqasına yenidən iştirak edə biləcəkmi, həm liqadakı vəziyyətə görə və yaxud da birdən çempion oldu, yenidən Çempionlar Liqasında iştirak etmək mübarizəni oradan başladı. Yenə də sual altında olacaq ki, komanda özü hazır olacaqmı ki, bir uzun illər çünki biz Avropa Liqasında Qarabağın çıxış etməyini gördük və əslində bu illərdə Avropa Liqasında, Çempionlar Liqasına daha doğrusu play-off maçlarına qədər gəlirdi, orada dayanırdı, Avropa Liqasında mübarizəni davam etdirirdi və mən onda daimi olaraq fikirləşirdim ki, Qarabağ əslində Çempionlar Liqasının əsas mərhələsinə, liqa mərhələsinə yenidən iştirak edə bilər. Bu il iştirak elədilər, mübarizə apardılar, lakin bu bir qədər də göstərdi ki, hələ də nə qədər Çempionlar Liqasında Avropanın top klublarından nə qədər geridədir Qarabağ. Və növbəti mövsümlərdə indi bəlkə də bir uzun illər, bəlkə də Qarabağ yenidən Avropa Liqasında görəcək. Bəlkə komanda yenidən bu il qazandıqları o təcrübəni bir müddət üzərində işləməyə çalışacaqlar. Yəni Tahir Gözəl oyundan qabaq müsahibə vermişdi. Mən də orada ona sual verdim ki, yəni Qarabağ yenidən Çempionlar Liqasına iddia edirsə çempion olmalıdır. Amma hal-hazırda ikinci pillədəsiz. Yəni o da hətta həmkarımız Fərəz Aslanovun da bir sualı var ki, yəni konferans liqasına getsəz bəlkə də final oynayardı sizcə. Çünki baxırsan konferans liqasına burada həqiqətən daha uyğun rəqiblər var. Yəni bugünkü gündə Ermənistanın Nuaq klubu oynayır play-offda.
daha sonra Drita komandası Kosovanla Ammonia oynayır. Yəni Qarabağ o cür liqalarda daha uğur əldə edə bilər, amma bu tip yəni bizim çempion, yəni bu Qarabağ tipli komandalar üçün bir növ məncə yaxşı olmadı. Əvvəl yadındadır, yəqin Çempionlar Liqasından sonra Avropa Liqasına yəni yolla davam edə bilirdin, amma məsələn Qarabağ üçün bu yol daha maraqlı, daha uyğun ola bilərdi. Çünki məsələn Avropa Liqasında daha bəlkə də yaxşı irəliləyə bilərdi. Konfrans Liqasında daha çox irəliləyə bilərdi, amma burada bir maliyyə məsələsi vardı. Yəni Konfrans Liqası və Avropa Liqasında qazandığı məbləğ Çempionlar Liqasında qazandığı məbləğ qədər deyil. Ona görə məncə Qarabağ indi bu məğlubiyyət oldu. Qarabağ həqiqətən işi çox çətindir Azərbaycan çempionatında da. Yəni Neftçi ilə oyunu təxirə sala bildilər. Yəni uzun müddət söhbətlər, danışıqlar getdi. Axırda istəklərinə çatdılar. Mənə elə gəlir ki, bəlkə də Neftçi oyunu təxirə salması heç yəni Newcastle-la oyunlar üçün deyildi. Çempionatda o qrafikin ağır olmasına görə istədilər. Çünki bax indi Newcastle gedirlər, daha sonra yerlər Sabahla oyuna. Yəni Sabahla oyunu itirəcəkləri xallar baxmayaraq ki, yenidən qarşılaşacaqlar 3-cü dövrədə Qarabağ Sabah. Amma məncə Qarabağ işlərini daha da çətinləşdirə bilər. Yəni komanda Çempionlar Liqasına getmək üçün çempion olmalıdır. Artıq bir təcrübəsi var həqiqətən Qarabağın. Yeni mövsüm indi sən demişkən, yəni Avropa Liqasında olacaq, kuboku götürüb gedəcək, yoxsa çempion olub Çempionlar Liqasına gedəcək. Yəni hansı turnirə getsə, sən halda daha yaxşı Qarabağ görəcək. Çünki belə deyək, Qarabağ nə qədər də son oyunlarda məsələn istədiyi nəticəyə çata bilməsə də həmin məğlubiyyətlər belə Qarabağı böyüdür, daha təcrübəli eləyir və biz yeni mövsüm daha yaxşı Qarabağ görürük. Yəni məsələn heyət olaraq mənə elə gəlir ki, o Juninho, Benzia filan o olan heyət daha yaxşı idi. Amma nəticə olaraq baxırsan ki, ötən mövsüm Qarabağ nəticələri daha yaxşı idi. Elə düşünmürsən. Baxırsan ki, bu mövsüm daha yaxşıdır. Yeni mövsüm, yəni bu mövsümün heyəti çox güclü görsənə bilər, yeni mövsüm üçün heyət zəif görsənə bilər, amma yeni mövsüm heyət daha yaxşı nəticələr əldə edir. Hər il bu özünü təkrarlayır. Yəni bu barədə həqiqətən də Qarabağda hər zaman üzərinə qoya-qoya gedir nəticə baxımından. Heyət baxımından dediyim kimi, məsələn baxsaq geriyə, bəlkə 2 mövsüm əvvəlki heyət daha güclü idi. Amma nəticə baxımından komanda ildən ilə daha yaxşı nəticələr göstərir. Ona görə yəni o göstərdilər statistikaya əsasən deyirəm ki, mənə elə gəlir ki, yeni mövsüm daha güclü Qarabağ görəcək. Heyət baxımından bəlkə də güclü olmayacaq. Bəlkə də Kamelo Duran da gedəcək, Yankovic də gedəcək. Amma yenə də mən nədənsə elə fikirləşirəm, heç bir futbolçunun haqqında girmək istəmirəm. Məsələn, bir jurnalist olaraq gördüyümü deyirəm kənardan ki, məsələn Marko Yankovic ola bilər, yəni rəqib çox güclü, amma bir düşüş var, bir psixoloji bir eniş var. Bəlkə də bu futbolçu zərbələr də tutulur bəzən. Getmək istəyirdi, getmədi. Yadındadır yəqin Kadi Borges'in məsələsi vardı, Krasnodara buraxdılar, getdi. Yəni bəlkə də buraxmaq lazım idi, yəni Yankovic getməli. Tam detallı şəkildə bilmirəm. İndi biz belə danışırıq, bəlkə də heç rəsmi təklifi yox idi. Özü bəlkə deyirdi ki, mən buraxın. İndi Qarabağda hər halda Yankovicin bir təzminat tələb eləyirdi. Yəni mənə elə gəlir ki, bəzi futbolçular var ki, getmək istəyirlərsə, onları buraxmaq lazımdır. Məsələn, Yankovicin özü. Onda da bir eniş var, düşüş var. Təbii ki, Qarabağın son illərdəki o uğurlu nəticələrində onun da böyük əməyi var, amma yəni bir futbolçu getmək istəyirsə, məncə onu buraxmaq lazımdır ki, getsin. Mir Bağrağa, müzakirəmizə reklam və musiqi vasitəsindən sonra davam edəcək. Daha sonra verilişimizə qaldığı yerdən davam edəcək. Dinləyicilərimiz dalğanı dəyişməsin, Sağlam Radio 93 FM-də qalın. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Dünənki maçda bir çox penalti epizodları qeydə alındı və hakim idarəçiliyinə gəlincə eyni zamanda qeyd etmək lazımdır. Elvin Cəfərquliyevin də qol epizodu olmuşdu. O əvvəlcə oyundan kənar vəziyyətdə olub-olmaması şübhə altında oldu. Daha sonra vara baxılandan sonra onside xəttdə olduğu bəlli oldu və qeydə alındı. Ümumilikdə hakim idarəçiliyinə gəlincə bir ciddi səhvlər dünənki maçda baş verdi. Bir penalti epizodunu müzakirə eləmək olar. Bir də ki, belə deyək də bəzən biz bilmirəm, biz millət olaraq elə bir sanki gözləyirik ki, bizə kömək eləsin hakim. Nədənsə belə psixologiyada olduğumuzu düşünürəm. Çünki amma belə məncə normal oyun idarə elədi. Sadəcə biraz elə bir güzəştə gedə bilərdimi ev sahibi olaraq, nə bilim. Sadəcə güzəştə getmədi. 1-2 epizodda məsələn Dani Bolton ayağının üstünə çıxmışdı. Yəni belə xırda epizodlar var idi, amma bir həlledici epizod yəni yox idi, bir penalti idi. İkincisi yəni Qarabağ o qədər zəif oynadı ki, bir hakimə yəni hakim müzakirə eləsə bir şey buraxmadı. Sadəcə bir Mateusun epizodu var idi. Yəni dayaq əlin yəni yerə yatanda bilməm yəni belə çiyini üstə necə yata bilərdi.
bu epizod Neftçi Sabah oyunundakı Andrey Santos'un epizodunu xatırlatdı mənə. Bu mövsüm yəqin xatırlaysam, İnqilab Məmmədov idi hakim. Penalti təyin eləmədi, çox müzakirəyə səbəb oldu. Bunun kimi deyildi, doğrudur. Amma istənilən halda yəni bir futbolçu belə də aşağı doğru gedirsə, yəni əlini necə bağlaya bilər, çiyini üstə. Bəlkə də düşə bilər futbolçular, amma bilmirəm. Yəni məncə o epizodda penalti daha belə deyək, təbii son vaxtların ən belə deyək, müzakirə olunan sözüdür də belə təbii vəziyyət Qəbələ Sabah oyunundan sonra. Məncə təbii bir vəziyyət idi o. Yəni o penalti təyin eləməsə də olardı. Amma dediyim kimi Qarabağın zəif oyunu heç imkan vermədi ki, Hakimi haqqında bir geniş müzakirələr aparaq. Dünənki maçda Qarabağın heyətində elə bir futbolçu oldun ki, ən azından rolunu, onun üzərinə düşən vəzifəni kifayət qədər yerinə yetirə bilsin. Təbii ki, bir nömrə olaraq dərhal beyinə Kohalski gəlir. Yəni Kohalskidə necə deyim, hesabın böyük olmasına imkan, hesab tonus da böyükdür doğru. Yəni daha azınacaqlı vəziyyətə gəlməsinə imkan vermədi. Amma yəni Mateusz Kohalski yerə yıxıldı, zədələndiyi görünürdü və hamı fikirləşdi ki, Bəhluldan sonra o da sıradan çıxmış oldu. Bir müddətdən sonra artıq özünə gəldi, davam elədi. Bəlkə də özü də məcbur eləyib ki, özünü ki çıxsın, oynasın, yəni hesab neçə olursa olsun. Çünki onun yerinə gələcək ya Buntiç o deyil və yaxud da digər bir qapıcı elə deyil. Mən sən deyim ki, Günay, bir epizod oldu Kohalskinin birinci hissədə elə ikinci zərbəsi təyin elədi baş hakim. Yəni orada çox qışqırdı futbolçularına, komanda yoldaşlarına çox qışqırdı. Hətta Kieran Trippier yoxsa Gordon idi, gəldi, hətta Kohalskini o sakitləşdirdi. Yəni biraz belə də dostcasına sakitləşdirdi. Çünki Kohalski belə dəli olmuşdu. Dağınıq idi, yəni müdafiə, bilmirəm, yəni həqiqətən Qarabağ son vaxtlarda Liverpoola qarşı oyunda bu cür dağınıq görmürdüm. Son periodda, yəni bir 15-20 dəqiqəlik periodda sona yaxın Liverpool oyunda belə bir aşağı-yuxarı eyni vəziyyət idi, amma ilk dəqiqədən Newcastle baskılarından sonra, təzyiqlərindən sonra Qarabağ ümumiyyətlə müdafiə planında dağıldı. Yəni son vaxtlar bu dərəcədə zəif oynayan Qarabağ görməmişdim. O futbolçulara gəlir ki, bir Montiel bəlkə ön plana çıxdı ya yox. Əsasən Bədavi Hüseynov yəni oyuna sonradan qoşulsa da çox yaxşı qoşuldu həqiqətən də. Hər epizodda var idi. Düzdür, burada Newcastle-da nəzər almaq lazımdır. 5-0-dan sonra o ilk dəqiqələrdən olan pressinglər artıq çəkilirlər arxaya və lazımi anlarda bir təzyiq göstərib çox rahat şəkildə, yəni birə-bir pas oynayırdılar. Divar pas oynayıb Qarabağ qapısına yaxınlaşırdılar. Fikirləşirəm ki, hardasa Mateusz Kohalskini yalnız qeyd eləmək olar. Elvin Cəfərquliyev qol vurdu, amma başqa nəsə elədimi yox, Zubir yox. Yəni ümumi komanda onun oyuna alınmadı. Yəni qapıçını da burada xüsusi vurğulamaq nə dərəcədə doğrudur bilmirəm. Çünki istənilən halda yəni hesab böyükdürsə, yəni istənilən halda sən top çıxartmalısan da. Yəni yəqin xatırlayırsan, Millətlər Liqasının oyunlarında hər tur demək olar ki, həftənin qapıçısı kim seçilirdi? Ən çox səviyyə eləyən qapıçısı. San Marino'nun qapıçısı seçilirdi. Yəni bir 30 zərbə gəldi, bir onun çıxardırdı. Ya təbii ki, Mateusz Kohalskinin Şahrudinin də adını görürdük orada. Yəni Şahrudin də Azərbaycan millisi bəli də, yəni bizim tipli komandalar üçün, yəni dünən də Kohalski doğrudur, birə-bir epizodlarda yaxşı oynadığı, yaxşı işlədiyi yəni epizodlar oldu. Birə-birə də məsələn Gordona imkan vermədi bir iki dəfə. Ən əsası da yəni o ikinci hissədə Bird'ün baş zərbəsini qaytardı. Daha sonra Newcastle gənc oyunçusu deyəsən, onun da təkrar zərbəsini qaytardı. Hətta həftənin sevinə də daxil olmalıdır o. Yəni Kohalskini hardasa qeyd eləmək olar. Bir də oyuna sonradan qoşulan yəni Bədavi çox yaxşı bir şəxsi keyfiyyət baxımından deyirəm. Amma komandaya nə dərəcədə təsir oldu? Hardasa biraz bəlkə təsir ola bilər, amma bir Bədavini qeyd eləyərdim, bir də əsas Kohalskini. Düzdür, yəni ikinci hissədən artıq rəqib komanda da sakitləşməyə başladı və Qarabağın nisbətən daha yaxşı ən azından bir qol vura bildisə, bu onun nəticəsi oldu ki, üzr istəyirəm sözü kəsirəm. Maraqlı epizod nə idi? Montiel 5-1-dən sonra one more da deyirdi komanda yoldaşlarına. Ola bilsin ki, həqiqətən yenə də inanırdı ki, yəni bir dənə qol vursaq ola da bilər. Əslində ikinci qol bəlkə Newcastle o qədər. Düzdür, səfərdə Newcastle-ı 3-0 və yaxud da 3 top fərqi ilə və yaxud da 2 top fərqi ilə məğlub eləmək çətin bir şey olardı. Lakin yenə də komandada ümid ola bilər. Maraqlı detaldır. Buna düzün desəm fikir verməmişdim heç. Mən mor deyirdi. Yəqin ki, yəni 5-2 olsa ola bilər, fikirləşir ki, rəqib bəlkə biraz dağılar. Hər halda 5-2-dən sonra 5-3 də bəlkə gələ bilərdi, amma
5-4 də olsaydı, yəni Newcastle-ın səviyyəsi onu göstərdi ki, 70-ə qədər 5-4 də olsaydı, sonradan yenə də istədiyi qolları vuracaqdı. Yəni səviyyə fərqi çox idi. Yəni Qarabağ heç cür özünə oxşamırdı. Yəni o dediyim o Qarabağın özünə xas üslubu, oyundan Newcastle-a nəsə eləmək çox çətin idi. İkinci hissədə bir qədər Qarabağın yaxşılaşdığını gördük. Yəni bu biraz da sual yaradır ortaya ki, ilk hissədə fərqli bir nəticə görə bilərdim. Düzdür, ikinci hissədə o qədər də böyük dəyişikliklər olmadı. Bədavi daxil oldu meydana, Kaydi daxil oldu. Lakin bəlkə start heyətdə fərqli bir seçimlər olsaydı. Müdafiəyə keçdilər. Bu cür komandalara qarşı ortanı yəni bərkitmək lazımdır. İstər yarı müdafiə mərkəzin, istər müdafiə mərkəzi. Yəni ikinci hissədə biraz o dəyişikliyə getdilər. 5-li müdafiə oynadılar. Sonra da bir də Pedro və Yankoviçdən də çox şey asılı idi. Mənə elə gəlir ki, onlar da tam, yəni ümumiyyətlə o əvvəlki performanslarını göstərə bilmədilər. Burada başa düşürəm, yəni həqiqətən də Newcastle çox yaxşı bir performans sərgiləyir. Bundan nəzərə almaq lazımdır. Amma yəni bu mövsüm çox da yaxşı klublara qarşı da oynayıb Qarabağ. Yəni o komanda məsələn Chelsea-yə qarşı oynadığı oyunun bəlkə də bir 20-30% oynasaydı tamam fərqli bir mənzərənin şahidi ola bilərdik. Yəni deyirik ki, Chelsea rotasiyalı heyətlə oynadı filan. Ya mən də razıyam. Məsələn Hato yəni belə də Premyer Liqada çox oynamır. Sol cinah müdafiəçisi kimi hələ mərkəz müdafiəçisi kimi oynadı Enzo Maresca. Yəni rotasiya ilə oynasa belə hər halda Premyer Liqa klubu idi. Yəni ona qarşı oynaya bilmişdi Qarabağ. Amma Newcastle-a qarşı heç cür oynaya bilmədi. O ikinci hissədə hardasa biraz müdafiə, yarım müdafiəni biraz bərkitməyə çalışdılar. Orada hardasa biraz effekt sanki görsəndə bir qol epizodları yarandı, amma məncə burada daha çox məsələ Qarabağın hansısa bir dəyişikliyi yox, Newcastle-ın biraz sakitləşməsi idi. Bir də oyundan sonra fikir verdinsə, Qurban Qurbanov mətbuat konfransında çox sakit, təmkinli cavablar verirdi ki, əslində bir neçə gün əvvəl İmişli Qubada daha doğrusu İmişliyə qarşı maçdan sonra Qurban Qurbanov daha əsəbi şəkildə cavablar verdiyini görmüşdük mətbuat konfransında və indinin nəticəsini bəlkə o vaxtdan artıq Qurban Qurbanov sezmişdimi ki, özü də qeyd eləmişdi ki, yəni biz hazır olmaya bilərik oyuna. Onu qeyd eləmişdi. Yəni doğrudur, bu Qurban Qurbanov infrastrukturdan şikayətlərdir. Yəni bizim məsələn İngiltərədən futbolumuzu müqayisə eləsək, dərin bir mövzudan bir qısa olaraq belə deyim də, futbollarımızı yoxsa Avropa ilə, İngiltərə ilə çox aşırı dərəcədə müqayisə eləmək olmaz. Çox olar da fərq. Amma məsələn Avropa futboluna da müqayisəsində bizim o yerlərə gəlməyimiz, yəni biz heç cürə çata bilməyəcəyik Avropa futboluna. Nəyə görə? Çünki bizim nə onlar dayanmır, nə onlar dayanmırlar ki, biz onlara çataq. Onlar dayansa belə biz iş görmürük ki, onlara çataq. Yəni ona görə mənə elə gəlir ki, ömür boyu yəni bu Avropa futbolundan yəni müqayisə aparanda çox böyük fərqlər görəcəyik. Heç cür onlara çata bilməyəcəyik dediyim kimi. Onlara çatmağımız üçün onlar dayanmalıdır. Amma ki onlar da dayanmırlar. Dayansalar belə biz işləmirik. Yəni futbol olaraq deyirəm. Belə Qarabağ məsələn legionerləri yığır, böyük bir Qurban Qurbanovun ideyası olur, sistem qoyur. Bu cür klub futbolunda bəlkə zaman-zaman irəliləyə bilərik. Amma yenə də gəlirsən ki, ölkə futboluna ki, ölkə futbolunun səviyyəsi bəlkə də yaxşı olsaydı Qarabağ bəlkə daha yaxşı yerlərdə ola bilərdi. Qarabağ yox, yanında bir Neftçi də olardı, Turan olardı, Zirə, Araz, Sabah. Yəni istəyən halda yenə gəlir ki, klub futbolumuz nə qədər inkişaf eləsə də, yəni bir belə tam olaraq ölkə futbolu doğrudur. Qarabağın bu mövsüm ümumiyyətlə uzun illərdir Avropadakı çıxışı Azərbaycan futboluna təsir eləyir. İstər maddi baxımından klublarımıza UEFA-dan daha yaxşı pullar gəlir, amma istəyən halda biz ölkə futbolunu düzəltməliyik, infrastrukturu düzəltməliyik, aşağı yaş qruplarını düzəltməliyik. Futbol nəyə görə futbolçumuz yoxdur? Nəyə görə uzun illərdir Qarabağa transferlər, yəni artıq Qarabağ bu bazarda var da, Avropa dünya bazarında var, amma yalnız legionerlərimizi aparırlar, yerli futbolçularımızı aparmırlar. Niyə biz son illərdə Avropada, yəni top 5-də oynaya biləcək? Yaxşı top 5-i qoy qırağa. Yəni top 10-da oynaya biləcək, stabil olaraq oynaya biləcək bir futbolçumuz yoxdur. Və yaxud da oynasa belə o komandanın, yəni sən xatırlayırsan hansısa bir Azərbaycan futbolçu Avropada öz komandasının lideri olsun. Yəni 3 liderindən biri olsun. Yoxdur elə bir futbolçu. Bir Mahir Əmrəli idi, Legia Varşavada yaxşı oynadı. Sonra da onun başına bir hadisə gəldi. Azarkeşlər basdılar avtobusu. İndi də Mahir Əmrəli uzun müddətdə oynamır zəddiyə görə. Yəni elə bir futbolçumuz da yoxdur. Yəni yenə də məncə Qarabağ bəli məğlub oldu.
səbəbləri var. Bunu araşdıracaqlar. Nə qədər rəqib güclü olsa belə, amma yenə də artıq mövsüm bitdi də Qarabağ üçün Çempionlar Liqasında. Yenidən qayıtmalıyıq ölkə futboluna ki, Azərbaycan futbolunu necə eləyək ki, inkişaf elətdirək. Yəni yoxsa hər 5 ildən bir düşünməyək ki, oyda Rusiyada bir dənə futbolçu görə yetişəcək Azərbaycanlı, Belçikadan biri gələcək. Yəni Azərbaycan futbolu üçün nəsə infrastruktur lazımdır, stadionlar lazımdır, məşqlərimiz daha savadlı olmalıdır. Bunların savadlı olması üçün bunlar daim xaricdə olmalıdırlar. Nə bilim, bir çox klublarda təcrübə keçməlidirlər. Yəni bu cür qaldırmalıqdır Azərbaycan futbolunu. İndi Qarabağ oynayırdı, yəni bəzən o problemlər yadımızdan çıxmış ola bilər. Amma Qarabağ oynadı, Çempionlar Liqası dayandı və yenidən xoş gəldin Azərbaycan futboluna. Bax Qubadakı məsəl üçün o stadion, yəni bu uzun müddət hamı deyirdi. Yəni bunun qurban deməyinə ehtiyac yox idi ki, hamı deyirdi. Yəni o cür stadionda görün neçə il olub 2026, müasir dövr, hər şey var. O stadionda drenaj sistemi yoxdur. O stadionda qışda oynamaq, yəni biabırçılıqdır da. Yəni bunlara fikir vermək lazımdır da. Mövsümün sonunda Azərbaycan Misir Premyer Liqasından klublarımız Avrokuboklarda iştirak üçün başlayacaqlar mübarizəyə, Avropa zonası üçün. Və cari mövsüm Qarabağla bir başa-baş eləyən komandalar heç olubmu ki, düzdür, qalib gəliblər, Sabah qalib gəlib, Sumqayıt komandası məğlubiyyətə uğradıb, Kəpəz məğlubiyyətə uğradıb ki, Avropa zonasından uzaqda, çox uzaqda olsa belə, yenə də Qarabağın bir qədər zəifliyindən istifadə ediblər. Cari mövsümün sonunda yenidən Avrokuboklar zonası başlayanda, oyunlar başlayanda bu klublarımız ən azından bir ümid eləyə bilərik ki, qrup mərhələsinə düşə biləcəklər. Digər klublarımız, yəni Avropada, bilmirəm, Qarabağ məğlubiyyətinə qeyd elədin, əvvəl. Bir də bunu qeyd edeyim. Son illərin mənə elə gəlir ki, digər klublarımız cəhətdən Avropa kuboklarda iştirak etmələrinə görə klublarımız bir qədər irəliləməyə çalışırlar. Ən azından əvvəlki illərlə müqayisə etsək, son 2-3 ildə klublar daha digər klublarımız daha güclü görsənirlər. Doğru. Lakin bəlkə də biraz da təcrübə lazımdır ki, mərhələ adlaya bilsinlər. Çox geniş mövzudur, mənim xoşladığım mövzudur bu doğrudan mövzu. Əvvəlki illərdə bəli, ancaq deyirdilər ki, məşqçilərimiz, klublarımız əsas oda bir mərhələ keçək bəsdir, amma indi elə deyil. Ümumiyyətlə onlar artıq belə deyək, o lüksləri da yoxdur deməyə. Nəyə görə? Konferans liqasına baxırsan, hansı klublar orada mübarizə aparır. Yəni sənə kimsə demir ki, geç Çempionlar Liqasının qrupunda oyna. Baxırsan Konferans liqasına və başa düşürsən ki, artıq bu lüks yoxdur məşqçilərdə, klublarda ki, desin ki, bir mərhələ keçsək bəsimizdir, 2 mərhələ keçsək yox. Yəni dediyim kimi Drita oynayır, Kosova çempionu. Çempiondur doğru, amma orada çempion olmayan digər komandalar da var. Yəni artıq klublarımız əsas məqsəd olmalıdır və məncə də artıq odur. Yəni klublarımız üçün əsas mərhələyə düşmək əsas hədəfdir. Yəni son illərdəki o uğursuzluqlar olsa belə Avrokupalarda, yəni gördük ki, komandalar istəyirlər əsas mərhələyə qədər gedib çıxsınlar. Zirə məsələn bundan çox yaxın idi Qarabağ, Neftçi Qarabağ Qəbələdən sonra, amma Amonia kimi təcrübəli komandaya məğlub oldular. Yəni istənilən halda Avropa turnirlərində kim gedəcəksə, əsas hədəfi bu olmalıdır. İndi Sabah böyük ehtimal gedəcək, Qarabağ böyük ehtimal gedəcək. Mənə elə gəlir ki, Sabah, yəni çempion olsa, əsas belə deyək də missiya bitmiş olmayacaq. Əsas məsələ Avropada nəticə qazanmaqdır. Digər klublarımız üçün də belə olmalıdır. Çünki Avropaya iddia edən komandalarımızın düzü hamısının büdcəsi yüksək olmasa da, yəni hal-hazırda Konferans liqasına oynayan komandaların büdcəsi ilə çox da uzaqda deyillər. Yəni oynamaq olar. Ümid eləyək ki, artıq klublarımız hər biri əsas mərhələyə gedib çıxacaqlar və o təcrübəni görəcəklər. Çünki aşağı-yuxarı artıq yavaş-yavaş klublarımız təcrübəli olmağa çalışıblar. Məsələn, Araz Naxçıvan bir sürpriz eləyə bilərdi. Aris sədrini keçdi, sürpriz elədi Elmar Baxşeyin rəhbəri altında. Sonra o da Zirə kimi Amonia ilə qarşılaşdı, onun təcrübəsinə bir təcrübəsizlə məğlub oldu deyək də. Yəni mənə elə gəlir ki, klublarımız, hansı klubumuz Avropaya getsə, daha yaxşı heyət qurub, yəni həmin belə də iddia elədiyi turnirdə əsas mərhələyə qədər gedib çıxa bilər. Artıq çünki bu çox real görsənir. Konferans liqası turniri ərsiz gəldikdən sonra daha real görsənir bu. Avropanın ən azından 3-cü və yaxud da 2-ci, 3-cü, 4-cü komandalarına qalib gəlmək olar. Mümkündür, məncə mümkündür. Və bir Qarabağla əgər başlamışıqsa da Qarabağla da yekunlaşdıra bilərik. Tahir Gözəlin dünən Qarabağ Newcastle maçından əvvəl səsləndirdiyi bəzi fikirlər çox maraqlı oldu. Hamını maraqlandıran mövzulardan biri bu idi ki, Qarabağ cari mövsüm Çempionlar Liqasına nə qədər qazanıb, bir tərəfdən də Qarabağ futbolçuları nə qədər qazanıblar. Ümumi premiyanın məbləğini bildirdi. 6 milyon avro
mükafat verilib Qarabağ futbolçularına. Bir Azərbaycan futboluna baxanda ümumilikdə komandaya bu qədər məbləğin ayrılması daha mı böyük görünür, yoxsa əksinə bir də biraz da Avropa ilə müqayisə eləsək nisbətən az görünür? Əslində bu Çempionlar Liqasıdır da, yəni 6 milyon bir futbolçuya verməyiblər, bir komandaya veriblər. Məncə indi bu klubun daxili işidir. Nəyə görə deyirəm daxili işidir? Çünki bəlli bir müqavilələr zamanı böyük ehtimal qeyd olunur da hansı ya da oyundan qabaq qeyd olunur futbolçulara hansı premiyanı, mükafatı verəcəklər. İndi bunu futbolçular əslində futbolçulardan müsahibə zamanı onlardan sual vermək lazımdır, onların fikrini almaq lazımdır ki, nə dərəcədə bu məbləğlər hər oyuna verilən qələbə və yaxud da nəticəyə görə verilən məbləğlər sizi razı salır yoxsa yox. Yəni mən kənardan bilmirəm də, yəni qazancları bu mövsüm 60 milyon oldu səhv eləmirəmsə Qarabağın. Yəni onunla müqayisə eləsək 6 milyon, bilmirəm. Hər halda bu suala, yəni mən şərh verə bilərəm, amma futbolçular mövsümün sonra mövsüm yekunlaşandan sonra, Avrokuboklar yekunlaşandan sonra Qarabağın bəlkə rəhbərliyin planlarında olacaq ki, yenidən mövsümü yenidən nəzərdən keçirsinlər. 100% elə olmalıdır. Çünki futbolçuları motivasiya eləmək lazımdır. Getmək istəyən futbolçuları saxlamaq üçün bəlkə də bir 50 mindirsə belə deyə, 40 mindirsə bir 60 min eləmək lazımdır mükafatı ki, bir futbolçular fikirləşsin ki, burada da normal qazanıram. Futbolçu nə qədər çox pul istəsə də mən istəyən halda mən onu normal qarşılayıram. Çünki futbolçu daha yaxşı oynayırsa, daha yaxşı pullar qazanmaq istəyir. Bugünkü gündə Montiel ilə təkliflər var hər yerdən. Düşünmək olar ki, bu iki oyun oynadı, nə oldu? Artıq klublar istəyir. Yəni bu çox normaldır. Əgər Qarabağda məsələn gedəcəyi yerdə daha çox pul qazanacaqsa, misal üçün Montiel dedim, ya Koxalski olsun, yəni daha çox pul qazanmaq istəyən futbolçuları anlayışla qarşılayıram. Mükafat məsələsi də yenə deyirəm, futbolçuları razı salır ya yox. Belə onları əsasən razı salmalıdır. Yəni mən çünki bir müqayisə apara bilmirəm. 6 milyon azdır yoxsa çoxdur. Bilmirəm hansısa bir oyunda bəlkə daha çox premiya istəyiblər, az olub və yaxud da az istəyiblər, çox verib klub. İstənilən halda bu da klubun daxili işidir. Amma hər halda futbolçuları Çempionlar Liqasında oynayırsansa, istənilən halda yəni belə kobud formada deyim də 50-ci bində olmalıdır. Yəni bu nə Konfrans Liqasıdır, nə Avropa Liqasıdır. Çempionlar Liqasında oynayırsansa daha yaxşı mükafatlar verməyə məcbursan. Çünki o pulu qazandıran sən o staffdır, o heyətdir, məşqçilər korpusudur, futbolçulardır. Yəni klub rəhbərliyi doğrudur. Yəni bir baş məşqçiyə inanıb neçə ildir həmin baş məşqçi sistem qrup və illərdir bu çox yaxşı bir şəkildə işləyirlər. Amma üstəlik halda yəni əsas işi görənlər meydançadakılardır. Yəni ehtiyat skamyada oturan futbolçular, onların yanındakı baş məşqçilər və futbolçular. Yəni dediyim kimi futbolçular bu yəni səviyyədə çıxış edirlərsə, hətta 10 xal qazanırlarsa, bəlkə də verilən mükafatlar azdır. Yəni xəyali olaraq deyirəm. Yəni Çempionlar Liqasında bizim kimi ölkə futbolu o qədər də yaxşı olmayan bir klubun oralara gedib çıxması bəlkə də daha çox mükafat verilməyinə məcbur eləyir, amma bilmirəm, bəlkə də futbolçular ya məşqçilər heyəti bu 6 milyondan da razıdırlar. Və dünənki maçda azarkeşlərlə verilişimizə yekunlaşdıracağıq. Qurban Qurbanov da əslində mətbuat konfransında qeyd etdi. Azarkeşlərə təşəkkür elədi ki, sona qədər ən azından son dəqiqələrə qədər qaldılar ki, mən fikir verdim. Son dəqiqə yox, bir 78-80-dan sonra artıq getməyə başladılar. Onda belə stadion dolu idi. Dolu idi, hə. 90 dəqiqə dayandı. Hamı gözlədi ki, oyuna neçə dəqiqə əlavə olundu. 3 dəqiqə olduğunu görən kimi vəssalam, yəni ən azından 90 dəqiqəyə qədər stadionda qala bildilər. Və bu da əslində əvvəlki dəqiqələrdə o danışdığımız məsələyə gəlir ki, insanların da gözləntisi o qədər də böyük deyildi ki, bura qədər əgər gəlibsə Qarabağın Azərbaycan futbol tarixində Çempionlar Liqasının play-off maçında ilk dəfə Azərbaycan Tofiq Bəhramov adına Respublika stadionuna bunu gətiribsə, oturub sadəcə izləmək lazımdır. Ona görə doğrudan zaman, yəni hər şeyin dərmanıdır da. Zamanla bu olsaydı bir 10 il əvvəl, olsaydı yəni ki 10 il əvvəl nəzərə geri qayıdaq, yəni hesab 5-0 olsaydı, əmin edirəm ki, stadionda bəlkə yalnız polislər, biz, məşqçilər, futbolçular qalacaqdı, jurnalistlər. Amma artıq doğrudur Çempionlar Liqası oyundu, başa düşürəm, amma bir insanların düşüncəsi yavaş-yavaş dəyişir ki, okey, də ola bilər 0-5-dir. Yəni Çempionlar Liqasıdır, qarşımızdakı İngiltərə Premyer Liqasının komandasıdır. Oynayan böyük bizim oyundur. Azərbaycan klubudur. Yəni dayanmaq lazımdır. Amma əvvəlki illərdə 5-0 olsaydı birinci sayım, əmin edirəm ki, yəni 70% azarkeş gedəcəkdi. Mənim üçün də diqqət çəkən və bir tərəfdən sevindirici məqam o idi ki, getməklə belə deyək də getmək istəməklərinə sevinmədim. Yəni
biraz sevinib ki, doğrudan insanlar da artıq başa düşür ki, futbol sarıdan deyirəm də, yəni hər şey ola bilər. Artıq Real qəbul edirlər ki, Çempionlar Liqasıdır, Newcastle-dır, Qarabağa dəstək olmaq lazımdır. Orada olan, oturan azarkeş, mən əmin edirəm ki, heç kim inanmırdı ki, 5-0-dan sonra 5-1 olar. Amma bunu dərk edirdi ki, yəni biz qalmalıyıq, yəni Qarabağ azarkeşlik eləməliyik. O da mənim üçün həqiqətən maraqlı və sevindirici məqam idi ki, insanlarımızın da futbol azarkeşlərində düşüncəsi artıq 10 il ərzində biraz dəyişib. İstənilən halda nəticədən asılı olmayaraq Qarabağ cari mövsüm Çempionlar Liqasında mübarizəni bəlkə də böyük ehtimalla artıq dayandırıb. Çox şey öyrəndi Qarabağda, yəni bu mövsüm həqiqətən. Ən azından bu böyük Böyük ekranda təcrübə idi, bəli. hamımıza göstərə bildi. Buna görə təşəkkürlər. Mir Barğa, çox sağ ol. Bugün gəldiyin üçün, maraqlı söhbətin üçün. Sağ ol, çox sağ ol. Sizə sabaha qədər sağollaşıram. Sabah saat 3-də yenidən Upside-ə düşməyi unutmayın. Hələlik özünüzdən müğayət qalın. Dalğanı dəyişməyin. Sağlam Radio 93 FM-də qalın.